Salam uşaqlar, bugünkü mövzumuz bərabərsizliklər. Səhifə 23-24. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq. Başlayaq dərsimizə. Uşaqlar, bərabərsizlik nədir? Bərabərsizlik, biz sizinlə indiyə kimi bərabərlik haqqında danışmışıq. Tənli işləyəndə bərabərdir işarəsindən istifadə edib, tənliyin kökünü tapdıq. İndi başlayaq bərabərsizlik. Bərabərsizlik nədir uşaqlar? Bərabərsizlikdə böyükdür. Böyük bərabərdir. Kiçikdir. Kiçik bərabərdir işarələrindən istifadə olunur. Birinci, sizlərin bəziləriniz böyükdürlə kiçikləri qarışıq salırsınız. Baxın uşaqlar, bu işarə böyükdürdür. Səbəbi niyə? Uşaqlar, baxın, əgər siz B hərfini yarada bilirsinizsə, B necə idi? Belə yazılır, düzdürmü? Kitablarda. Uşaqlar, B-ni yarada bilirsinizsə, böyükdür kimi oxuyun. Baxın, verilib belə bir ədədimiz. 10, bu işarə verilib 3. Buradan başlayıram oxumağa. 10, B yarada bilirəmsə, B. Böyükdür 3. Bəzi uşaqlar amma heç üzdən oxuya bilmir ki, 10, çaşmı qalırlar ki, ortada hansı işarədir, necə oxusunlar. 10 böyükdür 3, sırası oxudum. Keçirəm. Verilib işarəm belə. 10, K-ni yarada bilirsənsə, kiçikdir 20. Formasında oxuyuram. Oxunuş buradan başlayır. Bura kimi problem yoxdur uşaqlar. İndi bu formada oxuduq. Uşaqlar, yadınızda saxlayın. Bərabərsizliyin ucu kiçik olana tərəf. Yəni, hansı balacadırsa ona tərəf olur. Baxın, 10 balaca ədəddir də, düzdürmü? Deyirəm ki, sizin tutaq ki 10 yaşınız var, mənim tutaq ki 20 yaşım var. Hansımız kiçik? Siz məndən kiçiksiniz yaşda. Deməli, oxunucu sizin yaşınız tərəfi olacaq. Aydındır uşaqlar? Böyükdən kiçiyə tərəf, oxunucu kiçiyə tərəf olur. Bu formada təyin olunur. Uşaqlar, bugün biz sizinlə, indi bir dəqiqə sizinlə ədədi bərabərsizlik haqqında danışacağıq, bir də iki dəyişən olan bərabərsizlik. Ədədi bərabərsizlik nədir? Bax, bu yazdığım ədədi bərabərsizlikdir. Səbəb niyə? Hər iki tərəfdə ədəddir. Bax, heç bir tərəfdə dəyişən yoxdur. Birazdan indi yazacağım, tutaq ki, yazacağım x böyüdür 3. Hə, dəyişəni olan bərabərsizlik. Səbəb niyə? X var. X dəyişəndir. Sabit bir ədəd deyil. Gəlin indi ədədi bərabərsizliyə baxaq. Suallar üzərindən işləyək. Və uşaqlar, belə bir ifadə verilir. 5 plus 3, 2 plus 7. Deyirəm ki, qiymətləri hesablayıram. 5 plus 3 elədir 8. 2 plus 7 elədir 9. Baxın, 5 plus 3 bərabər deyil 2 plus 7-yə. Hətta 8-imiz kiçikdir 9-dan. Bax, K-ni yarada bildin deyə kiçikdir kimi oxudum. Oxunucu balaca olana tərəf. Bu formada təyin olundu. Gəlin indi suallar üzərindən baxın. Sonra bu böyüdür, kiçikdir, daha yaxşı izah edəcəm. Böyük bərabərdirin üzərində də daha yaxşı dayanacağıq. Misal 1-dən başlayıram. Deyir ki, ulduzun yerinə bərabər və ya bərabər deyil işarəsindən uyğun olaraq müəyyən edin. Aha, bərabər və yaxud da bərabər deyil işarəsi istifadə edəcəyik. Verilib %67. Verilib 0,5. 0,5 nə deməkdir? 10,5. Uşaqlar, deyirəm ki, bunların məxrəclərini yerinə yerləşdirirəm. Bunun sürətdə məxrəcini də 10-a vura bilərəm. 10-a vururam. Məxrəclər eynidirsə, demişdik, surəti böyük olan daha böyükdür. 67 daha böyükdür, düzdürmü? Bir var 100 yerə bölüb tortu 67 dilim götürmək. Bir var 50, az dilim. Əlbəttə ki, 67 dilim daha çoxdur. Yəni, bunlar bərabərdirmi? Bərabər deyil. Bax, böyükdür, kiçikdir yazmıram, amma şərtdə sizə deyir ki, bərabərdir və yaxud da bərabər deyil işarəsindən istifadə elə. Böyükdür, kiçikdirdən demədi. Ona görə böyükdür, kiçikdir yazmıram. Əgər desəydik ki, hə, bərabərsizlik işarəsindən istifadə elə, böyükdür işarəsindən istifadə eləyərdik.
Problem yoxdur. İndi keçirəm, bir dənə də sinədə baxıram. Bir saniyə uşaqlar. Aha, verilib 2-də 1, üzərinə gəlinsin. 4-də 3. Bu tərəfdə də verilib 1. Eyni məxrəci gətirirəm. Ortaq məxrəc 2 ilə 4 üçün 4. 4-ü gətirmək üçün sürətdə məxrəci 2-yə vururam. 2-yə vuranda 4, 2-yə vuranda 2. Bu elədimi? 4-də cəmləyəndə məxrəc olduğu kimi qalır. Sürətlər cəmlənir. 2 plus 3, 5. Bu 4-də 5 nə deməkdir? 1 tam, 5-i 4-ə verəndə 1-dən tam yerləşir. Qalıq 1 qalır, qalığı sürətə. 1 tam 4-də 1. Uşaqlar 1 tam 4-də 1 ilə 1 bərabərdirmi? Xeyr, bərabər deyil işarəsindən istifadə edəcəyik. Növbəti bir dənəsində uşaqlar mən işləyirəm, qalanını siz işləyəcəksiniz. Bir sözlə burada bərabərdir və yaxud da bərabər deyil işarəsi istifadə olunacaq. Başqa bir şey demir sizə. Üçüncü bəndi də izah edirəm. Qalan 2 bəndi siz sözünüz. Verilib 3 çıxılsın 0,7. Vurulsun 2. Bölünsün 20. Bu tərəfdə də verilib 0,3. Birinci bunun qiymətini hesablayın inşallah. 3-dən çıxanda 0,7 nə edir? 2 tam 10'da 3. Səbəb niyə? 3 çıxılsın 0,7. Vergülü bunun buradadır. Vergülün altından. Birim verəndə 10 çıxılsın 7 elədi 3. 2 dənəsi qaldı. 2 çıxılsın 0, 2. 2,3. 2,3 vurulsun 2. Bölünsün 20. Aha. Sürətdə məxrəcdə 2'yə böldüm. Qaldı mı burada 10? Bu da bərabərdir. 2,3 bölünsün 10. Uşaqlar 10'a böləndə nə qayırırdı? 10'a 100'ə 1000'ə böləndə vergül sıfırların sayı qədər sola gedirdi. 10'a 100'ə 1000'ə vuranda vergül sağa gedirdi. Ədəd böyüyürdü. Yəni vergül bax buradadır hal-hazırda. Bir dənə sıfır var deyə bir vahid sola gedir. Bir vahid sola. Qabağında heç nə ədəd yoxdursa sıfır yazıram. Cavab ədədi 0,23. Hansı ədədlə müqayisə ilə deyirdi? 0,14 bərabərdirmi? Xeyr, bərabər deyil. İşarəsini istifadə elədim. Keçirik ikinci suala. Bunun 4-cü, 5-ci bəndini siz özünüz evdə işləyirsiniz. Növbəti sualda bizə nə deyir? Növbəti sualda deyir ki, verilən ədədlərdən şərtə uyğun olanı tapın. A variantı 6-dan kiçik natural ədədlər. 6-dan kiçik nə deməkdir? Balaca. 6-dan kiçik natural ədədlər nə idi? Natural ədədlər sayarkən istifadə etdiyimiz ədədlər. Yəni bu hansı ola bilər? 1, 2, 3, 4, 5. Altdan kiçiklər bunlar. Hansını görsəz yazın. 1 var, 4 var, 3 var, 5 var, 2 də var. Hər birini yazırsınız. 4-dən hətta 2-dəndir, 5-dən də 2-dəndir yazırsınız. B variantı 7'yə bərabər olmayan natural ədədlər. Uşaqlar, 7'yə bərabər olmayan natural ədədlər hansılardır? 1, 4, 6, 5, 3, 6, 5. Bax, kəsirləri yazmıram. Onluq kəsirləri yazmıram. Sizə deyir natural. C variantı 5'dən böyük və ya bərabər natural ədədlər. 5'dən böyük və ya bərabər. Bərabər deyirsə 5'in özünü də götürün. 7, 6, 5, 5 onda 5, 6, 5, 6 onda 5, 8, 7, bu istəfdə 7'də qalmışdı deyəsən. 9, 8. Aha, bunları yazıb qurtarırıq. Keçirik, dəyişəni olan bərabərsizliklər uşaqlar. Bir daha deyirəm, dəyişəni olan bərabərsizlik, yəni dəyişən də var içərisində. Gəlin bir dənə baxaq. İndi, karandaşların sayı, uşaqlar, bizdə 4 formada verilir. Kiçikdir, böyükdür, kiçik bərabərdir, böyük bərabərdir. Bəs sözləri hansı formada verir? Aha. Yazaq. Karandaşların sayı
5-dən böyükdür. 5-dən böyük. Böyükdür. Sayı, yenə də karandaşların sözünü yazmıram. 5-dən az deyil. Az deyil, böyük deyil də deyə bilər. Az deyil, böyük deyil də deyə bilər. Fərqi yoxdur. Gəlin yazmayayım. 5-dən az deyil. Üçüncü. Sayı 5-dən kiçikdir. Dördüncü bənd. 5-dən sayı 5-dən çox deyil. Çox deyil və yaxud da ki, böyük deyil. Az deyil və yaxud da ki, kiçik deyil. Bir yaxud sözü səhv demişdim burada. Kiçik deyil. İndi izahını verəcəm. Nə demək istəyirəm? 4 forma yazdım. İndi gəlin diqqətlə baxaq. Karandaşların sayı 5-dən böyükdür. Karandaşların sayı nədir? Bilmirik. İstəyirsən X yaz, istəyirsən A yaz, B yaz, N yaz. Fərq eləməz. Yazıram N. Karandaşların sayı olsun N. 5-dən böyükdür. N böyükdür. Böyükdürün işarəsi. 5. 6-dan böyükdür. N böyükdür 6. 7-dən böyükdür. N böyükdür 7. Böyükdür deyəndə dəyişən böyükdür bu yazsaz kifayətdir. Bu sayıdındır uşaqlar. Keçirəm. Sayı 5-dən az deyil. Sayı nədir 5? N. Bilmirəm. 5-i də yazdım. Hələlik arasında işarə naməlumdur. 5-dən az deyil. Sözünün mənası nədir? Bax, 5 buradadır, düzdürmü? 5 dənə burada. Şkala çəkək. 5 burada. 5-dən yuxarı 6, 7, 8, nöqtə qalxır. 5-dən aşağı 4, 3, 2, 1. Nöqtə azalır. Düzdürmü? Bizim şkalamızda əsas nöqtə 5-dir. Bax, sizə deyir ki, sayı 5-dən az deyil. 5-dən deyir, az deyil, aşağı deyil. Deməli, 5-dən az deyilsə, 5-dən yuxarıları nəzərdə tuturmu? Deməli, böyükdür 5-dən. Uşaqlar, 5-dən az deyirsə, deməli 5 də ola bilər. Yəni, az deyil də deyir. 5-dən az deyil, yəni 4 deyil, 3 deyil, 2 deyil, 1 deyil, 5-dən aşağısı deyil. Deməli, 5 də ola bilər. 5-dən yuxarı da ola bilər. Yəni, N böyük bərabərdir 5. Və yaxud da deyə bilər ki, 5-dən kiçik deyil, 5-dən balacalar deyil. Deməli, 5-dən balacalar deyilsə, 4, 3, 2, 1 deyilsə, deməli, böyükdür 5-dən və bərabərdir də götürmək olar. Sayı 5-dən kiçikdir. Kiçikdir, 5-dən kiçiklər. 4, 3, 2, 1, 5. Və deyir ki, sayı 5-dən çox deyil. Sayı 5-dən çox deyil. N5. 5-dən çox deyilsə, 5-dən yuxarılar deyil. Yəni 6 deyil, 7 deyil. Yəni bax, 5-dən çox deyilsə, böyük deyil də 5-dən. Düzdürmü? Yəni nədir uşaqlar? 5-dən kiçikdir və yaxud da bərabərdir. Mütləq şəkildə bərabərdir də yazın. Bax, az deyil, çox deyil deyəndə bərabər də nəzərdə tutur. Bax, bir daha oxuyuram. Sayı 5-dən çox deyil. 5-dən çox deyilsə, deməli 6, 7, 8 deyil, amma 5-in özü də ola bilər deyə bərabər də götürürəm.
kiçikdir və bərabərdir nəzərdə tutulacaq. Aydındır uşaqlar. Bunu bir də qayda dəftərinizdə də yazın. Qeydiyyat kimi sizdə olsun. Bax, hətta kitabınızda belə bir şey deyir. Bunlara aid nümunə. Kitabda aid nümunəyə baxın. Mütləq şəkildə. Karandaşların sayı 10-dan azdır. Bax, 10-dan kiçikdir, azdır. N kiçikdir 10 yazırıq. Deyir ki, Lalənin yaşı 18 deyil. Bərabər deyil 18 götürür. Problem yoxdur burada. Ananın kütləsi 40 kiloqramdan çox deyil. Çox deyil. Deməli, 40-dan kiçikdir, bir də bərabərdir. Düzdürmü? Kiçik bərabərdirdən istifadə edərdik. Hərəkət sürəti 60 km/saatdan az deyil. Az deyil. Yəni 60-dan çoxdur, böyüdür. Və az deyil deyəndə bərabərdə götürürəm ki, yəni 60-ın özü də ola bilər, ödəyə bilər. İndi 3-cü sualda nə deyir? Fikirlərə uyğun bərabərsizlik yazın. Bir yazırıq. 3-cü sualı. İnşallah bugün 3-dən 7-yə kimi tətbiq edəcəyik. Görək 3-dən 7-yə kimi nədir? Qalan mövzunu növbəti dərsimizdə izahlayacağım. Qalan hissəni. Verib. Deyir ki, fikirlərə uyğun bərabərsizlik yazın. N ədədi 7-də 5-dən böyükdür. N 7-də 5. N böyükdür. Böyükdürsə N'imiz, bu birisi kiçikdir. Uc kiçiyə tərəf. N böyükdür 7-də 5-dən. A variantı bu. B. C ədədi 3-dən fərqlidir. C fərqlidir. 3 deyil. 3-dən fərqli istəniləni götürə bilərik. Növbəti. M ədədi 8-dən kiçikdir. M kiçik olandır, düzdürmü? Uc M-ə tərəf. Kiçikdir 8. D variantı. X və 3-ün cəmi. D variantı. X və 3-ün cəmi 8,4-dən kiçik deyil. Aha. Cəmi 8,4. Bu hissəyə kimi yazdım. Sıracı böyüdür, kiçikdir yazmıram. Heç ara tələsmirəm uşaqlar. Deyir ki, bir dəfə də oxuyuram. X plus 3-ün cəmi 8,4-dən kiçik deyil. Kiçik deyil. Yəni bu kiçik deyil. Kiçik deyilsə, deməli bu kiçikdir, düzdürmü? Bu deməli böyüdür deyir. Kiçik deyil deyəndə deyil formasında olanda bərabərliyi də götürün. Kiçik deyilsə, deməli ya bərabərdir, ya böyüdür. Bax, kiçik deyil. Deyirəm ki, mən sizdən uşaqlar kiçik deyiləm. Deməli, mən ya sizdən böyüyəm, düzdürmü? Ya da bərabərəm. 3 dənə işarə var. Kiçik, böyük, bərabər. Deyirəm ki, kiçik deyiləm, kiçik çıxdınız. Ya deməli böyüyəm, ya da bərabərəm. Böyük, bərabər. Aydındır. D variantı bu. Y variantı. 12 ədədi C-nin 2 mislindən böyük deyil. 12, C-nin 2 misli nə deməkdir? 2 vurulsun C. Deyir ki, 12 böyük deyil. 12 böyük deyilsə, böyüyü çıxdım. Qaldı ya kiçik, ya bərabər. Deməli, 12 kiçikdir, ya da bərabər. Ucu 12 yetər. Kiçikdir, bərabərdir. F variantı özünüz. Bura kimi mən yazdım, F-i siz yazın. 4-cü suala baxırıq. 4 də bizə nə deyir? Dördüncü sualda deyir, fikirlərə uyğun olan cəmiyyətlərin qiymətini hərflə işarə etməklə dəyişən olan bərabərsizliyi yazın. Səbidənin yaşı 12-dən çoxdur. Aha, Səbidənin yaşı nədir? A.
12-dən çoxdursa, böyükdür 12. Keçdim B variantına. Yeşiyin kütləsi 9 kiloqramdan azdır. Kütləsi nədir yeşiyin? X. Azdır, yəni kiçikdir 9-dan. C variantı. Saminin kitablarının sayı 8-dən az deyil. Kitabların sayı nədir? N. 8. 8-dən az deyil. Say az deyil. Ya çoxdur, böyüdür. Deməli, ya da bərabərdir. Az deyilsə, azı çıxdım, çoxla bərabər qalır. Çoxdur, bərabərdir. C. D variantı. Ananın pulu 15 manatdan azdır. Bu asandır özünüz. Y variantı. Lentin uzunluğu, bu da asandır. F variantını deyirəm. F variantı. İmtahan balı 100-dən çox deyil. İmtahan balı nədir? X. 100-dən çox deyilsə, çoxu çıxdım. 100-dən çox deyilsə bu, 100-dən deməli aşağıdır, ya kiçikdir, ya da bərabərdir. Çox deyil, az deyil formasında olanda, azı çıxım, məsələn, çox deyil deyir də, çoxu çıxdım, ya az qaldı, ya bərabər qaldı. Bərabər mütləq şəkildə qalır. Deyil formasında olanlarda bərabəri nəzərdə tutun. Keçdik 5-ci suala. 5 özünüz işləyin uşaqlar, 6-cı sualı mən işləyirəm. 6-da nə deyir? Yol nişanına görə hərəkət sürəti 30 km bölünsün saatdan çox olmamalıdır. Bunu bərabərliyi göstərin. Sürət V kimi yaza bilərəm. 30-dan çox olmamalıdır. 30-dan yuxarı olmasın. Deməli, ya 30-dan kiçik olsun. Çox olmasın deyirsə, bərabər də ola bilər. Aydındır? Olmasın deyil tiplilərdə. 30-dan çox olmayan, 31 olmasın, 32 olmasın. Deməli, ya kiçiyi götür, ya bərabəri götür. 30-un özünü də götürə bilərsən. 7. Verilən bərabərliyə uyğun fikir söyləyin və dəyişənin nəyi ifadə etdiyini izah edin. A, B bəndi. Sadədir özünüz C variantını deyirəm. X kiçik bərabərdir 12. Deyirəm ki, qutudakı qələmlərin sayı 12-dən çox deyil. Bir daha deyirəm C variantına uyğun. Qutudakı qələmlərin sayı 12-dən çox deyil. Ya kiçikdir 12, ya da bərabərdir. C doğru. D variantında mən deyirəm. Deyirəm ki, mənim yaşım 8 plus 3-ün cəmindən çoxdur. Y böyükdür 8 plus 3 yazmaq olar. D variantı da bu. Y variantı x böyük bərabərdir 14. Deyirəm ki, nə deyim? Yeşikdəki almaların kütləsi 14-dən az deyil. Yəni 14-dən ya böyüdür, ya da bərabərdir. Y variantı da belə uşaqlar. Bura kimi uşaqlar tamam. Gələn dərsimizdə izah edəcəm 25-i, səhifə 25-i, 26-nı. Bunlar haqqında danışacağıq. Sağ olun uşaqlar. Növbəti dərsimizdə görüşərik. Sağ olun.